ki, təqvamızı qoruyaq. Əgər bacara bilmiriksə, Ramazan bizim təqvamızı gücləndirmək üçün ən gözəl məktəbdir. Yəni, ən azından normal bir dövrdə, normal bir vaxtda təqvalı ola bilmirsənsə, Ramazan böyük bir fürsətdir. Ramazanda təqvalı olmayacaqsansa, bəs haçan təqvalı olacaqsan? Bununla bağlı Əbu Zər Cündəb ibn Cünədə və Əbu Abdurrahman Muaz ibn Cəbəl radiyallahu anhudan möhtəşəm bir hədis rəvayət olunur. Belə ki, Rasulullah sallallahu aleyhi ve sellem demişdir: harada olursan ol, Allahdan qorx. Pisliyin ardınca yaxşılıq et ki, bu yaxşılıq həmin pisliyi silib aparsın. Və bir də insanlarla gözəl əxlaqla davran. Bu hədisi İmam Tirmizi Sünən əsərlərində rəvayət etmiş və demişdir: bu həsən səhih hədisdir. Əbu Zər Cündəb ibn Cünədə və Abdurrahman Muaz ibn Cəbəl, bunlar Peyğəmbər sallallahu aleyhi ve sellem'i görmüş səhabələrdir. Onlar Peyğəmbərimiz sallallahu aleyhi ve sellem'ə bu hədisi rəvayət etmişlər.